Salam, hörmətli kanalımızın izləyiciləri, əziz nənələr, əziz babalar, dəyərli ağsaqqallarımız, ağbirçəklərimiz. Mən hüquqşünasınız olaraq bugün sizinlə bir çoxlarımızın qəlbini ağrıdan, bir çoxlarımızı düşünməyə vadar edən bir mövzuda danışmaq istəyirəm. Bəlkə də siz bu videonun başlığını görəndə elə bildiniz ki, mən sadəcə bir xəbər oxuyacam. Amma xeyr, bu sadəcə bir xəbər deyil. Bu bizim cəmiyyətimizdə baş verən, bizi dərindən narahat edən bir reallıqdır. Nənə, baba. Bəlkə də düşündünüz ki, bu sizin eviniz, bu sizin torpağınızdır. Bəlkə də illər boyu tər tökərək, zəhmət çəkərək qurduğunuz, babanızdan, nənənizdən miras qalan, canınız qədər əziz tutduğunuz o kiçik bağ evi, o həyət sizin ən böyük dayanağınızdır. Elə bilirdiniz ki, bu sizin qalanızdır, kim sonra toxuna bilməz. Amma yanılırsınız. Tam yüzlərlə manat cərimə bağınız əlinizdən alınacaq. Diqqət! Kameralar kəndlərə gəlir, yeni qanunlar sizin torpağınıza göz dikir. Təsəvvür edin, illər boyu əkin-biçin etdiyiniz, uşaqlarınızın, nəvələrinizin böyüdüyü o həyətdə, babanızın əlləri ilə tikdiyi o köhnə daxma, bəlkə də toyuq hinləri, ya da sadəcə qışda taxta şalban saxladığınız bir ambar, indi sizə böyük bir problem yarada bilər. Bu sadəcə bir tikili deyil, bu sizin həyatınızın bir hissəsidir, xatirələrinizin məkanıdır. Siz o daxmada bəlkə dəfə toyuq yumurtasını tapdınız. Bəlkə də orada nənəniz sizə nağıl danışdı. Bəlkə də orada babanız sizə ilk dəfə ağac əkməyi öyrətdi. İndi o xatirələrin də üzərinə yüzlərlə manatlıq bir cərimə qoymaq istəyirlər. Və bu sadəcə bir rəqəm deyil. Bu bizim insanlarımızın, xüsusilə də siz, əziz təqaüdçilərimizin cibindən çıxacaq bir məbləğdir. Bu sizin DSMF-dən aldığınız, onsuz da çətinliklə çatdırdığınız o cüzi təqaüdünüzün xeyli hissəsidir. Siz bu mövzuda nə düşünürsünüz? Mənə maraqlıdır. Bəlkə də sizin də həyatınızda belə bir daxma, belə bir köhnə tikili var. Bəlkə illər boyu tər töküb yaratdığınız o kiçik sığınacaq indi təhdid altındadır. Şərh bölməsində öz fikirlərinizi, təcrübələrinizi bizimlə bölüşün. Bəlkə də hansı kənddə, hansı rayonda yaşayırsınız, öz hekayənizi yazın. Mən bu mövzuda sizin fikirlərinizi eşitmək istəyirəm. Bu kanal məhz sizin üçün yaradılıb, sizin səsiniz olmaq üçün. Bu cür vacib qanun dəyişikliklərindən, hüquqlarınızı qorumaq yollarına xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və bildirik zəngini aktivləşdirməyi unutmayın. Çünki bu mövzu hər birimizin evindən, torpağından, rahatlığından keçir. Əvvəllər necə idi? Yaxşı xatırlayıram. Bizim ağsaqqallarımız, ağbirçəklərimiz, kənddə yaşayan hər kəs bilirdi ki, öz torpağı özünə aid olar. Dövlət, icra hakimiyyəti orqanları o qədər də xırda detallara qarışmazdı. Bəli, sənədli torpaqlar vardı, sənədsiz torpaqlar vardı. Amma cəmaət öz həyətində, öz bağı bağatında bir köhnə toyuq ini tikərdi. Bir taxta daxma salardı ki, alətlərini qoysun, qışa odun ocaq yığsın, bostan məhsullarını yığışdırsın. Kiminsə ağlına gəlməzdi ki, bu qanunsuz tikili sayıla bilər. Bələdiyyə də öz işi ilə məşğul olar, əmlak vergisini yığar, amma heç kim gəlib deməzdi ki, o, sizin babanızdan qalan köhnə damı sənədləşdirməmsiniz. Yüzlərlə manat cərimə ödəyin. Mən özüm dəfələrlə kəndlərdə, rayonlarda olmuşam, insanlarla söhbət etmişəm. Nənələr, babalar fəxrlə öz həyətlərini göstərirdilər. İllərlə əziyyət çəkib tikdikləri hər bir tikilini izah edirdilər. Onlar üçün bu sadəcə bir tikili deyil, bu onların həyatının, zəhmətinin, alın tərinin bir nişanəsi idi. O zamanlar dövlət daha çox dəstək olmaq, kömək etmək tərəfdarı idi. Yeni iş yerləri açmaq, kənd təsərrüfatını inkişaf etdirmək barədə danışılırdı. İndi isə sanki hər şey dəyişib, sanki baxış bucağı fərqlidir. Artıq dövlət sizin əməyinizə dəyər vermək əvəzinə sizin üzərinizə yeni güc qoymağa çalışır. Mən bunu belə görürəm və bu məni həqiqətən narahat edir. Çünki hüquqşünas olaraq mənim işim insanları, xüsusilə də yaşlılarımızı qorumaq, onların haqq səsini uzaltmaqdır. İndi isə biz tamamilə fərqli bir reallığa üz-üzəyik. Deputatlar tərəfindən torpaq məncəlləsinə ediləcək dəyişikliklər barədə danışılır. İddia olunur ki, bələdiyyələr artıq qeydiyyatdan keçməmiş, istənilən tikiliyə görə tam 500 manat cərimə tətbiq edə biləcəklər. Bura nəinki yeni tikililər, həm də illərin yadigarı olan o kiçik daxmalar, ambarlar, toyuq hinlər də daxildir. Hətta insafdan uzaq xəbərlər gəlir ki, artıq kəndlərə dronlarla inspektorlar göndərilib, pozuntular axtarırlar. Təsəvvür edin, dronlar səmanın üzərində uçur, sizin həyətinizə, babanızın daxmasına göz qoyur və bir anda sizə, onsuz da çətinliklə dolanan ağsaqqalımıza, ağbirçəyimizə 500 manatlıq cərimə kəsilir.
Bu sadəcə bir zərmə deyil, bu bizim insanlarımızın onsuz da zəif olan iqtisadi vəziyyətinə daha bir zərbədir. DSMF-dən alınan təqaüdlərin nə qədər olduğunu bilirik. İndi o təqaüdlə 500 manat cəriməni necə ödəyəcəklər? Bu absurddur, bu vicdansızlıqdır. Bu vəziyyətdə ən çox risk altında olanlar təbii ki, kəndlərdə və rayonlarda yaşayan, gəliri az olan təqaüdçilərimizdir. Onların övladları bəzən iş dalınca Bakıya, Rusiyaya, Türkiyəyə gediblər. Onlar kənddə tək qalıblar. Öz bağları, öz həyətləri ilə məşğul olurlar. Bu insanlar üçün hər bir tikili, hər bir daş parçası dəyərlidir. Onların təqaüdü o qədər azdır ki, çörək pulu belə çətinliklə çatır. İndi təsəvvür edin, 60-70 yaşlı bir nənənin ya da babanın, hansının ki ömrünü bu torpaqda keçirib, alın təri ilə özünə kiçik bir sığınacaq qurub, o sığınacaq indi ona min bir bəla gətirə bilər. Onlar bu cərməni necə ödəyəcəklər? Bəlkə də ödəyə bilməyəcəklər və o kiçik tikilləri söküb atmalı olacaqlar. Bu sadəcə tikilinin sökülməsi deyil. Bu bir insanın xatirələrinin, zəhmətinin, həyatının bir hissəsinin məhv edilməsidir. Mən öz praktikamda dəfələrlə belə hallarla qarşılaşmışam. Xatırlayıram, bir dəfə Bakıdan xeyli uzaqda, ucqar bir kənddə 80 yaşında bir ağsaqqal mənə müraciət etdi. O, ömrünü dövlət müəssisəsində işləyərək keçirmişdi, əməyi var idi. İndi DSMF-dən aldığı təqaüd heç 20 min köhnə qəpiyi keçmirdi. Onun həyətində babasından qalma bir daxma vardı. O daxmada əvvələr malqara saxlanılırmış, indi isə o orada əkinçilik alətlərini, qış üçün yığdığı odunları saxlayırmış. Bu ağsaqqalın övladları Rusiyada işləyirdilər. Hər ay ona az-maz pul göndərirdilər. Amma bu pul da sadəcə ərzağa çatırdı. İndi bələdiyyədən gəlib dedilər ki, o daxma qanunsuz tikilidir. Ya sənədləşdirin, ya da sökün. Sənədləşdirmək üçün lazım olan sənədlər, pul, zaman bu ağsaqqal üçün bir dağ idi. Bu cərimə məsələsi hələ o zamanlar bu qədər kəskin deyildi. Amma indi təsəvvür edin, o tam 500 manat cərimə ilə üz-üzə qalsaydı, onun üçün bu həyatın sonu demək olardı. Və ya başqa bir hadisə. Rayonlardan birində 70 yaşlı bir ağbirçək, nənəmiz vardı. Əri rəhmətə getmişdi, tək yaşayırdı. Öz həyətində bir neçə toyuq saxlayırdı, bostan əkirdi, məhsulunu bazarda satıb, DSMF-dən aldığı təqaüdün üstünə az-maz qazanc gətirirdi. Onun toyuqları üçün tikdiyi balaca bir him vardı, sadəcə taxtadan, palçıqdan hörülmüş. Əvvəllər heç kim buna fikir verməzdi. O nənənin yeganə gəlir mənbəyi o toyuqlar və bostan idi. İndi o hinə görə ona cərimə kəsilə bilər. Düşünürsünüz ki, o nənə 500 manat cəriməni hardan tapacaq? Bəlkə də bütün toyuqlarını satmalı olacaq. Bəlkə də hinini söküb atmalı olacaq. Bu insanlara kömək etmək deyil. Bu onların onsuz da çətin olan həyatını daha da çətinləşdirməkdir. Mən buna ədalətsiz hesab edirəm. Dövlətin işi öz vətəndaşlarına, xüsusilə də yaşlı, müdafiəsiz vətəndaşlarına dayaq olmaqdır. Onların həyatını asanlaşdırmaqdır, ağırlaşdırmaq deyil. Bəzi kateqoriya təqaüdçilərə bəzən artımlar verildiyi barədə xəbərlər eşidirik. Amma bu artımlar da adətən o qədər cüzi olur ki, bazardakı qiymət artımını heç qarşılamır. Pensiyaların müəyyən kateqoriyalar üçün indeksasiyası aparılır. Lakin bu da hər zaman kifayət etmir. Real olaraq biz görmürük ki, yaşlı insanlarımızın həyat səviyyəsi nəzərə çarpacaq dərəcədə yaxşılaşsın. Əksinə, hər yerdə yeni yük, yeni problemlər yaranır. Bizim insanlarımız, xüsusilə də yaşlı nəsil, həyatın bütün çətinliklərini görmüş, ölkənin inkişafı üçün zəhmət çəkmiş, övladlarını böyütmüş, cəmiyyətimizə layiqli vətəndaşlar bəxş etmiş bir nəsildir. Onlar indi bu cür təzyiqlərlə üzləşməli deyil. Onlar rahat qocalıq yaşamaq haqqına malikdirlər. Bu qanun layihəsi kimlərə daha çox zərbə vuracaq? Birincisi, yuxarıda qeyd etdiyim kimi, kənd yerlərində yaşayan, illərlə sənədləşdirmə işlərinə əhəmiyyət verməmiş, sadəcə öz həyətində ehtiyac duyduğu kiçik tikilləri inşa etmiş insanlara. İkincisi, sənədləşmə prosesindən başı çıxmayan, sənəd işlərini bilməyən, buna görə pulu olmayan yaşlılara. Üçüncüsü, övladları yanında olmayan, ona kömək edə biləcək qohum əqrəbası olmayan təqaüdçilərə. Onlar hardan hüquqi məsləhət alacaqlar? Hardan pul tapıb sənədləri düzəltməyə çalışacaqlar? Bu, onların həyatını daha da çətinləşdirir. Dəyərli izləyicilərim, siz bu mövzuda nə düşünürsünüz? Bəlkə də sizin özünüzün ya da tanıdığınız bir ağsaqqalın, ağbirçəyin belə bir problemi var. Yaşadığınız bölgədə, kənddə bu cür yoxlamaların artıq başlandığı barədə xəbərlər eşitmisinizmi? Öz fikirlərinizi, təkliflərinizi, bəlkə də yaşadığınız kəndin adını, bu cür hallar barədə bildiklərinizi şərh bölməsində bizimlə bölüşün. Mən hər bir şərhi diqqətlə oxuyacağam və mümkün qədər sizə dəstək olmağa çalışacağam. Unutmayın, birlikdə biz daha güclüyük və səsimiz daha uzağa gedir. Bəs bu vəziyyətdən necə çıxmaq olar? Nə etmək lazımdır? İlk növbədə panikaya düşməyin. Hər bir problem üçün bir həll yolu var.
Birinci və ən vacib addım. Öz torpaq sənədlərinizi yoxlayın. Sizin torpağın mülkiyyət hüququnu təsdiq edən çıxarışınız, kupça varmı? Torpağın təyinatı düzgündürmü? Orada hansı tikililərin qeydiyyatdan keçdiyi göstərilib? Bəzən olur ki, insanlar illər əvvəl torpaq alıblar, amma sənədləşdirməni tam başa çatdırmayıblar. Ya da torpağın təyinatı düzgün deyil. Məsələn, əkin üçün nəzərdə tutulub, amma üzərində ev tikilib. Bütün bunları dəqiqləşdirmək lazımdır. Əgər sənədlərinizdə hər hansı bir natamamlıq varsa, bələdiyyəyə müraciət edin. Onlardan məlumat tələb edin ki, sizin torpaqda olan tikililəri qanuniləşdirmək üçün hansı addımları atmalısınız. Qanunvericilikdə kiçik həcmli, yardımcı təyinatlı tikililərin sadələşdirilmiş qeydiyyatı imkanları ola bilər. Lakin bunun üçün bələdiyyənin sədri ya da səlahiyyətli nümayəndəsi ilə əlaqə qurmaq lazımdır. Əksər hallarda bu cür kiçik tikililərin qeydiyyatı heç bir ödəniş tələb etməyə bilər. Sadəcə texniki sənədlərin hazırlanması kifayət edə bilər. İkinci addım. Əgər sizə hər hansı bir xəbərdarlıq ya da cərimə protokolu gəlirsə, onu diqqətlə oxuyun. Orada cərimənin səbəbi, məbləği, hansı qanunvericilik aktına istinad edildiyi göstərilməlidir. Bu sənədi aldıqdan sonra heç bir halda tələsməyin, dərhal ödəniş etməyin. Unutmayın ki, sizin şikayət etmək hüququnuz var. Bu, cərimə protokollarından inzibati qaydada, yəni yuxarı orqana, məsələn, icra hakimiyyətinə ya da məhkəməyə şikayət etmək mümkündür. Üçüncü addım, hüquqşünas məsləhəti alın. Bəli, bilirəm ki, bəzən hüquqşünas xidmətləri baha olur, amma bu vəziyyətdə sizə düzgün yol göstərmək üçün mütləq bir mütəxəssisə müraciət etmək lazımdır. Məsələn, bəzən icra hakimiyyəti ya da bələdiyyə öz səlahiyyət həddini aşır ya da qanunları düzgün tətbiq etmir. Hüquqşünas sizin sənədlərinizi yoxlayıb, konkret vəziyyətinizə uyğun olaraq sizə ən düzgün məsləhəti verə bilər. Əgər imkanınız varsa, öz övladlarınızdan, qohum-əqrabanızdan bu məsələdə sizə kömək etmələrini xahiş edin. Onlar sizin üçün hüquqşünas tapa bilər, sənədləşdirmə prosesində kömək edə bilərlər. Bu cür məsələlərdə qohum-əqraba bağlarının gücü çox vacibdir. Dördüncü addım, birlikdə hərəkət edin. Əgər sizin kəndinizdə ya da rayonunuzda bu cür problemlərlə üzləşən təkcə siz yox, bir neçə qonşu, bir neçə ailə varsa, birlikdə hərəkət etmək daha effektiv olar. Bələdiyyəyə kollektiv müraciət edin ya da bir hüquqşünas tutub, birlikdə onun xidmətlərini ödeyin. Kollektiv müraciətlər adətən daha çox diqqət cəlb edir və daha tez reaksiya almaq şansı olur. Unutmayın ki, sizin hüquqlarınız var və bu hüquqları qorumaq üçün mübarizə aparmaq lazımdır. Susmaq, təslim olmaq yox, mübarizə aparmaq lazımdır. Əziz nənələr, babalar, ağsaqqallarımız, ağbircəklərimiz, mən sizinlə danışarkən öz doğma nənəmi, babamı xatırlayıram. Onlar da kənddə yaşayırdılar. Hər daşı, hər torpaq parçası onlar üçün müqəddəs idi. Onların torpağa, evi olan bağlılığı bizim mentalitetimizin, bizim dəyərlərimizin təməlidir. Bugün mən bu videonu çəkərkən sizin o alın tərinizi, o zəhmətinizi, o təmiz qəlbinizi düşünürəm. Dövlətin işi sizi qorumaqdır, sizi müdafiə etməkdir, sizi sevindirməkdir, sizi qocalıqda rahat yaşatmaqdır. Sizin onsuz da cüzi olan təqaüdünüzlə dolanmaqda çətinlik çəkdiyinizi bilə-bilə, sizin üzərinizə yeni bir yük qoymaq, yeni cərimələr tətbiq etmək, məncə heç bir insani, heç bir əxlaqi, heç bir hüquqi çərçivəyə sığmır. Sizin illər boyu böyük əziyyətlə qurduğunuz, nənənizdən, babanızdan miras qalan o kiçik daxma, o köhnə dam, o bağ evi, sizin son sığınacağınız hesab etdiyiniz o kiçik dünya, indi həqiqətən sizin qalanızdırmı? Yoxsa bu dövlət üçün sadəcə bir gəlir mənbəyinə çevrilib? Bu sualı özümüzə verin və cavabınızı şərh bölməsində bizimlə bölüşün. Mən sizin fikirlərinizi səbirsizliklə gözləyirəm. Sağ olun əzizlərim. Gələn videolarda görüşənədək.